Gördüyü əziz həmvətənlərim, hər vaxtınız xeyirli olsun, hamınızı salamlayıram. Xahiş edirəm bu videoya kim baxırsa, maksimum paylaşın. Bildiyiniz kimi Azərbaycanlı qızımız Samirə Əfəndi ilə bağlı 3-cü video çəkilişimdir bu. Mənim məqsədim ondan ibarətdir ki, hər zaman haqqın yanında olmaq. Bildiyiniz kimi, baxıram görürəm sosial şəbəkədə mənim üstümə gəlirlər, bəzi dırnaqarası qəhrəmanlar, özünə patriot deyənlər, efir açıb güya vətən, bayraq, dövlət sevgisini dırnaq arasında göstərənlərə demək istəyirəm ki, o mübarizəni biraz kişi kimi aparın. Yəni çıxıb efirlərdə Hayastani kunim, nə bilim, Xaçqar kunim deməklə mübarizə olmur. Başa düşürsünüzmü? Biz mübarizəni, yəni Azərbaycan mübarizəni ər meydanında apardı və Qarabağ Azərbaycandır. O erməni separatçıların tabutuna son mismarı vurduq və bu məsələdə bağlandı. Bundan sonra sülhə baxmaq lazımdır, sülh olmalıdır. Bax, məsələ budur, başa düşürsünüzmü? Və Samirə xanıma gəldikdə də Samirə xanım doğru etdi, düzgün etdi. Düzdür, onu qınayanlar da oldu. Mən öz fikrimi söyləyirəm ki, yəni biraz mübarizəni aparanda kişi kimi aparın. Başa düşürsünüzmü? Deyiləsi söz çoxdur. Mən prosta düşmən dəyirmanına su tökmək istəmirəm. Həmişə düşmənlə mübarizə aparmışam. Amma millətimin də yanındayam hər zaman. Yəni millətçi olaraq mən heç vaxt deyir aslanın dişisi erkəyi olmaz. Mən millətimi kiminsə ayağına vermərəm və hər zaman da müdafiə etmişəm də edəcəm. Buna görə də peşman da deyiləm. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır.